Yeni bir vlogla hər birinizi salamlayıram. İstədim ki, bugün evdə keçirdiyim bir günü sizinlə bölüşüm. Videoya baxmamışdan öncə sizdən böyük bir xahişim var. Zəhmət olmasa kanalıma abunə olub bəyənməyi unutmayın. İzlədiyiniz üçün indidən hər birinizə təşəkkür edirəm. Çox sağ olun. Qəşəng pürrəngli çay dəmlədikdən sonra ani qərarla fikrimi dəyişdim ki, kofe içim. Çünki bugün işim çoxdur. İşlərim çox olan günlər çalışıram ki, bir kofe içim. Çünki kofedən sonra daha çox gümrah oluram. Bəs sizdə vəziyyət necədir qızlar? Kofemi də alıb ən çox sevdiyim mənzərəni izləyirəm. Uğurla səhər yeməyimizi yedikdən sonra qabları yumağa başlayıram. Mənim fikrimə görə mətbəx təmiz olduqdan sonra digər işlərimi nədənsə çox rahat görə bilirəm. Qızlar, inşallah bu yay Uğurun 2 yaşı olacaq. Mən isə artıq onu bağçaya qoymaq istəyirəm. Sadəcə dövlətlə özəl bağça arasında qalmışam. Bu bağçalardan hansılarının üstünlüyü daha çoxdur? Siz uşaqlarınızı özəl yoxsa dövlət bağçaya qoymusunuz? Bu barədə zəhmət olmasa mənə məlumat verərsiniz. Arxa fonda Uğurun səsi. Mən nə vaxt iş görməyə başlasam, gəlib yanımda dayanır və istəyir ki, mənə kömək eləsin. Mən də bundan imtina etmirəm, yanımda saxlayıram. Çünki görürəm ki, mən nə edirəmsə ona həvəs göstərir. Qızlar, sizə bu məhsulu göstərmək istəyirəm. Hər dəfə paltarları yuyarkən bu məhsuldan istifadə edirəm. O qədər gözəl qoxu verir ki, paltarlara. Yoldaşım zəng vurub dedi ki, axşam dostugilə qonaq gedəcək və mən də işlərimi tez-tez görməyə başladım. Qonaq otağından sonra keçirəm yataq otağını təmizləməyə, hazırda şkafların tozunu alıram. Yay gələnlə bəri demək olar ki, hər gün mən bu tozları alıram, amma yenə də baxıb görürsən ki, hər tərəf tozun içərisindədir. Sizə ətirlərimi göstərmək istəyirəm. Bu mənim qış ətrimdir. Ən çox qışda istifadə edirəm bunu, çünki iyi tündür. Mənə görə iyi tünd olanları qışda istifadə etmək daha yaxşıdır, yəni də məsləhətçisində. Bu mənim yayda istifadə etdiyim ətrimdir. Çünki qoxusu çox belə fərahdır. Bu ikisi isə gəzməyə gedəndə, toya gedəndə üzərimə vurduğum qoxulardır. Amma ən çox bunu toy üçün saxlamışam. Toyda, ziyafətdə, belə yerlərə gedəndə bunlardan istifadə edirəm. Uşaq vaxtı həmişə anama deyərdim ki, ay ana, sənə niyə işin bitmir? Otur sən də dincəl. Zaman keçdikcə, ana olduqdan sonra anlayırsan ki, qadınların heç vaxt işi bitmək bilmir ki, bitmir. Nəhayət ki, bitirdim. Dedim, biraz fasilə verim. Mənim üçün yayın ən dadlı yeməklərindən biri olan lobiya hazırladım. Yanına isə mayonezli salat. Geçən dəfə yağan yağışlar güllərimi yaman günə qoymuşdu. Gəldim mən də güllərimi yuyum, çünki güllərim bütün tozun torpağın içində idi. Balkonda özümüz üçün xiyar əkmişik. Bu da onun üstünün barları. Və bizə dedilər ki, bu xiyara gübrəli su vermək lazımdır. Yoldaşım da dünən hazırlamışdı. Mən də indi bunun gübrəli suyunu verirəm. Siz bilən bunların minnoşluğuna baxın. Çox maraqlıdır ki, görəsən necə bir şey olacaq. Yetişəndə də sizinlə bölüşəcəm. Qızlar, baxın burada necə gözəl belə paketlənmiş hədiyyə var. Mənim canım baldızım bunu mənim üçün Faberlikdən alıb və içində bilmirəm hansı məhsullar var. Qəşəng də paketləyib, hazır göndərib. Üzərindəki işlər hamısı özünündür və üzərində belə bir yazı qeyd edib ki, sana səndən daha gözəl hədiyyə bulamadım. Yəni əzizim, çox təşəkkür edirəm. İndi isə açaq baxaq görək burada nələr var. Deməli, Faberlikin belə bir bədən skrabıdır. Kataloqda görmüşdüm, özünə demişdim, sağ olsun bunu alıb mənim üçün. Daha sonra bir dənə də minnoş hədiyyə var burada. Belə bunu da qəşəngcə paketləyib mənim üçün. Adam açmağa tüşlər demiş, qıya bilmir. Amma ki, maraqlı gəlir ki, burada nə var? Ay, neysə.
aça bilmədim bunu. Hə, bunu da açaq. Görək nə var. Bu da yenə Faberlikindir. Belə göstərim sizə yaxından. Gözaltıdır. İstifadə edəcəm bunu sevə-sevə və haqqında sizinlə bölüşəcəm. Sabahınız xeyir qızlar. Biz gedib qonaqlığa gəldik. İndi isə gecə baxım rutinimi eləyəcəm. Makyajımı təmizləməliyəm. Üzümdə makyaj varsa, mütləq Garnierin bu misillər suyu ilə üzümü təmizləyirəm. Üzümü təmizlədikdən sonra Komplimentin bu gidrafil yağından və Doktor Rachel'in bu məhsulundan istifadə edirəm. Ondan sonra üzümə düyü maskası vururam, dərimi çox gözəl yumşaldır. Daha sonra nəmləndirici və gözaltı krem, nəmləndirici dodaq boyamı və sevimli spreyimi tətbiq edirəm.